Bismillahirrahmanirrahim. Kul in kuntum tuhibbunallah fettebi'uni yuhibbukumullah ve yaghfir lekum zunubakum. Vallahu gafurur rahim. Sadakallahul aliyyul azim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya ibne Resulillah. Esselamu aleyke ya ibne emiril mu'minin ve ibne seyyidil vasiyyin. Esselamu aleyke ya ibne Fatimete Zehra'il seyyideti nisa'il alemin. Esselamu aleykum ya evladel Hüseyin. Esselamu aleykum ya ensarel Hüseyin. Esselamu aleykum ya ashabel Hüseyin. Cemi'an ve rahmetullahi ve berekatuh. Feya leytena kunna ma'akum fenefuze fawzen azima. Değerli müminler, hürmetli Ebu Abdillahil Hüseyin'in ezadarları, Peygamber ve onun balası zamana İmam Zaman Ağa'nın musibetine şerik olan müminler, Allah her birinizin mükafatın dünya ve ahirette bizlere ata eylesin inşallah. Bugün bildiğiniz gibi Kerbela şehitleri, başta Ebu Abdillahil Hüseyin, Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam olmakla şehitlerin 7 merasimidir. Allah bu mirası, bu kaydanı bizim için koyan, elbette o dede babalarımızı rahmet eylesin ki onlar imamların siresini getirip bize çattırıblar, ruhaniler olup, aksaqqal ağabey şeylerimiz olup, çetinliklerle bu meclisleri bize çattırıblar. Budur, Allah onların da ruhların şad eləsin, günahların bağışlasın. Yadınızdadırsa biz İmam Hüseyin Aleyhisselatü Vesselam'ın yani Kerbela şehidinin 3 merasiminde səhv eləmirəmsə ya 2. günüydü. Kerbela yani 3. gecəsində biz 2. günü akşam Peygamber ve onun Ehl-i Beyt'in sevgisinden danıştık ki Allah Teala Kur'an-ı Kerim'de bizlere onların sevgisi hakkında danıştıkta ve emeli şekilde sevmeyi tapşırır. Ama sevgi itiraf etmek, bazen dilde sevgini itiraf etmek dilde çok rahat. Hamı Allah'ı sevirəm, Peygamberi sevirəm, imamları sevirəm. Yani bu iddianı rahatlıkla edebilir. Bəs bunun həqiqi sevgi olduğunu necə bilməliyik? Veya Allah Teala bu ayədəki buyurur Bismillah Kul la es'alukum aleyhi ecren illel mevaddete fil kurba. Peygamber onlara de senin bu çəkdiyin əziyyətin müqabilində heç bir şey istəmirəm. Yalnız və yalnız mənim Əhl-i Beytimə tək dillə yox, həm dil, həm əməli şəkildə məhəbbət bəsləməyi istəyirəm. Bəs dillə bildik, deyirik, sevirik. Hamı deyir, təkrarçılıq olmasın, İmam Hüseyni sevir, İmam Əlini sevir və digər məsumları sevir. Bəs bu əməli şəkildə o sevgini biz necə başa düşək, necə bilək? Necə bilək ki, filan mümin həqiqətən Allahı tək dildə yox, əməldə sevir? Necə deyə bilərik? Allah Teala insanlar Allah'ın peygamberini dildə yox, əməldə sevir veya emirul mu'minini ve onun övladların dildə yox, əməldə sevir. Bunun meyarını Allah Teala Kur'an-ı Kerim'de bizim için qeyd eləyib. Kur'an bizim için bunu beyan eləyib. O sevgi tek dilde önemli değil. Əməl mütləqdir. Bəs əməli necə biz sübut eləyək ki, biz Peygamberi sevirik, Allah'ı sevirik. Allah Teala onu Kur'an-ı Kerim'de Peygamber'e deyir ki, Peygamber kul de in kuntum tuhibbunallah. Eğer iddia edirsizsə biz
Allah'a sevirik. Bunu hamı iddia edebilir. Bütün Allah'a kabul edən, indi ibadət etmir, içki içən də, cahil də, hamı deyir ki, mən Allah'ı sevirəm. Hətta onun ən belə deyil, cahili də danışdırsan, deyər Allah'ı sevirəm. Amma Allah Teala onu təsdiqləyici bir qayda qoyur. Buyurur ki, Peyğəmbər, deginən, əgər Allah'ı sevmək iddiasını edirsinizsə, fəttəbi'uni, mənə tabi olun. Mənə itaət edin. Bəzən bir insan dillə sevginin etirafını edə bilir, deyə bilir. Amma və ya daxilən öz aləmindədir, dildə onu deyə bilir. Amma əməl elə bir şeydir ki, onu qəlbdə etməklə kifayətlənmək olmur. Əməl elə bir şey tələb edir ki, onu zahir etməyə məcbursan. Peyğəmbəri sevmək, Allah'ı sevmək, əməli şəkildə Peyğəmbərə tabi olmaq. Yəni Peyğəmbərin bütün dediklərinə əməl etmək, Peyğəmbərin tapşırıqlarına əməl etmək. Əgər Peyğəmbər deyirsə, namaz qıl, onu mən daha dildə deyə bilmərəm, qılıram. Namazı gərək aşkarda qılasın. Oruç tut, nə bilim, mənim əhl-i beytimə məhəbbət bəslə və digər işlər haqqında bu əmrləri veribsə, gərək mütləq şəkildə insan onu zahirdə etməklə sübut edir ki, bəli, bugün əgər bu məclisə insanlar İmam Hüseyin əleyhissalatu vesselamın əzasına gəliblərsə, onlar bu deyilən, yəni itaət ediblər, tabi olublar Peyğəmbərə, nümayiş edirlər, bunu həm əməli şəkildə bu məhəbbəti göstərirlər ki, biz həqiqətən Allah'ı və onun Peyğəmbərini sevirik və Peyğəmbərə itaat edirik. Peyğəmbər sağ qalsaydı, əlbəttə öz balasının məclisinə gələrdi. Gələrdisə, deməli bugün Peyğəmbər yoxdursa, mən də onun məclisinə getməliyəm. Fərqi yox, tək İmam Hüseyin əleyhissalatu vesselamın məclisindən söhbət getmir. Ümumi məsumların mövlud və şəhadətlərindən söhbət getmir. O da buyurur ki, fəttəbi'uni, iddia edənlər, deginən mənə tabi olsunlar. Tabi olsanız, Peyğəmbərə tabi olsanız, Allah Teala buyurur ki, yuhibbukumullah və yəğfir ləkum zunubakum. Allah sizi sevər bu yaxşı əməlinizə görə. Yəni, o sevgini əməli şəkildə, itaətlə aşkar etdikdə Allah sizi sevər. Yuhibbukumullah və yəğfir ləkum zunubakum. Və bununla belə Allah sizi sevib və günahlarınızı bağışlayacaq. Bu ayənin nazil olma səbəbi, bilirsiniz, Həzrəti Peyğəmbərin dövründə o insanlar ki, çox əməl etmirdilər, yəni Allah'a itaət etmirdilər, Allah'ın əmrlərinə itaət etmirdilər, amma gəlirdilər Həzrəti Peyğəmbərə deyirdilər ki, biz Allah'ı çox sevirik. Və ya ikinci nazil olma səbəbi Nəzran xaçpərəstləri, xristiyanları ki, iddia edirdilər, xristiyanları daha doğrusu iddia edirdilər ki, bizim Həzrəti İsa'ya olan ehtiramımız Allah'ı sevməyimizə görədir. Biz Allah'ı sevirik, ona görə onun Peyğəmbərinə ehtiram edirik. Amma hansı ki, Həzrəti İsa'ya da o ehtiram olunmurdu. Onlar sadəcə dildə o sözü deyirdilər. Və ya Peyğəmbərə deyirdilər ki, biz Allah'ı sevirik, onlar dildə deyirdilər. Onların bir nümunəvi göstərdiyi bir əməlləri olmadığı üçün Allah Teala Peyğəmbərə dedi ki, o insanlara deginən, əgər məni sevirsizsə, Allah'ı sevmək iddiasını edirsinizsə, mənim elçimə, mənim nümayəndəmə tabi olun. Fəttəbi'uni, mənə tabi olun. Bu ayə bizə bəyan edir ki və göstərir ki, sevgi iddia ilə deyil. İddia etməklə sevgi olmur. Sevgi itaət və əməllə sübut olunmalıdır.
Allah'a olan indi hadisler diyeceğim. Sevgimiz, peygambere olan sevgimiz itaat ve emelle, iddia ile sevgi olmaz. Bugün Emirul Muminine ihtiram eden dilde veya İmam Hüseyin'e ihtiram eden dilde ve diğer masume ihtiram eden dilde olan Müslüman onunla, onun meclisiyle veya onu sevenlerle düşmançılık edir. Hatta o meclisi meskhara edir. Odur. Ayet bize beyan edir ki iddia kifayet etmiyor. O senin dilinde suni de olabilir veya özünü seven biri kimi təqdim ettiğin bir şəxs olduğunu sübut etmek için, yani bunun için de olabilir ama bunun için mütlak şekilde emel ve itaat lazım. Emel ve itaat da açık, aşkar cemiyetin içinde görülmelidir. Allah sevirəm, bir insan Allah'ı sevirəm diye ama lakin Allah bu sevginin doğru olup olmadığını meyar bizim için koyup o meyara mütlak şekilde emel et. Öyle bize de ait. Biz Allah'ı sevmek iddiasını ediriksə o meyara emel et. Baxaq, hansı işlerimizde peygamber dediklerine emel etmirik, onun dediği kimi hareket etmirik. Hansı şeylerde peygamber o işleri görmezdi, mən görürəm. Deməli, görürəmsə mən peygambere olduğu kimi itaat eləməmişəm. Peygamber o yerlere getməyəcəkdirsə, o sözleri danışmayacaqdirsə, o yeməkləri yeməyəcəkdirsə ve o hareketleri etməyəcəkdirsə, mən onları edirəmsə, o hareketleri, o sözleri deyirəmsə, deməli mən Peyğəmbərə hələ itaat etməmişəm. Mən Allah mənə bu əmri edibsə, o veya nəyisə nəhy edibsə, o nəhiydən çəkinmirəmsə, onlara itaat eləmirəmsə, hardasa mənim Allahla olan o sevgim, o rabitəm bir boşluqlar üzərindədir. Hardasa məni belə deyək, boşluğa atıp Allah'tan uzak sala bilər. Necə ola bilər? Bir valideyn, bir övlad desin, mən atamı sevirəm, ama onun dediklerine emel etmesin ve onu incitmiş olsun. Bu sevgi olmuyor ki. Bu sadece dilde olan sevgidir. Şimdi necə ola bilər ki bir insan Allah'ın sevmek iddiasını etsin ama Allah'ın dediklerinin hiçbirine emel etmesin veya onun için en rahat olan işi öz nefsi hisleri ve hislerine kapanıp nefsi isteklerine uyarak Allah'ın dediğinden uzak düşmüş olsun. Görürsünüz, burada da bir gayri samimilik görünür. Bu sevgide de bir gayri saflık görünür. Odur. İslam alimleri deyirlər ki, itaat sevginin meyarıdır. Sevginin meyarını bilmək istəyirsənsə, nə qədər özünün Allah'ın sevdiğini bilmək istəyirsənsə, o meyara bax. O meyar uygun gelirse sevirsən, uygun gelmirsə, deməli hələ gəlib o yere yetişməmisən. Hələ gəlib o məqama çatmamışsan. Buna göre de deyirlər ki, sevginin dili söz, ama delili ise emel. Sevginin dili söz, sözde deyirsən mən Allah'ı sevirəm, Peygamberi sevirəm, ama onun delili subutu emel. Sözü demek çok rahattır. Ama emel insanda bir irade, bir iman, bir hüner ve en esası bir yakin istiyor. Baştan ayağa günahın içinde gərq olasan, çirkablıqlara bulaşasan, günahla belə deyək, üz-üzə dayanıb her şeyi, yani istediğin şeyleri icra edesen, iddia edesen, mən Allah'ı sevirəm, Peygamberi sevirəm ve Emirul Mumininin şiyesiyəm ve Hüseyinçiyəm, bu iddiasını edesen
və zamana imamını gözləyirəm. İmam Zaman ağanın əskərlərindən olaram və onun yanında olanlardan olaram. Bunlar İslam məntiqinə tam zidd olan şeylər. Biz hər birimiz bu mövzunu, ola bilsin mən bunu rahatlıqla, kamil şəkildə sizə çatdıra bilməyim. Amma mövzunu bir özünüz üçün analiz edin. Müəyyən qədər o mövzudan bir aydınlıq verirəm. Özünüzlə, hər kəs öz vicdanı ilə, özü ilə hesabat aparsın. Nə qədər mənim İmam Zaman ağanın çağırışım düzgündür. Gəlib, əgər o günahı edirəmsə, məni o günaha görə cəzalandırarsa və ya tənbih edəcəksə və ya mən o günaha görə imamın yanında xəcalətli olaramsa, mən necə imamı həqiqət olduğu, çağırdığımın həqiqət olduğunu özümü inandıra bilərəm və ya ətrafdakiləri inandıra bilərəm. İmam Sadiq əleyhissalatu vesselam buyurur, günah edən şəxs Allah'ı sevmir. Yani o değil, in kuntum tuhibbun Allah, iddia edirsiniz Allah'ı severik. Allah özü de değil, o yarımçıq, naqis sevgisini kamil sevgi kimi subut eləyən, insanlara belə deyək, bəyan eləyən, sanki bu insan daha çok Allah'ı sevir, bu insan daha çok Allah'a bağlıdır. Ama əmələ baxanda, daxilə baxanda, o ortalıqda gördüyü işlərə baxdıqda görürsünüz ki, boş danışıqdan ibarətdir. O da buyurur ki, günah edən şəxs Allah'ı sevmir. Allah'a karşı itaatsizlik gösterir günah eden. Bununla yanaşı onun sevdiğini iddia edir mi Hazreti? And ola mənim canıma, İmam and içir öz canına. Bu çok təəccüblüdür. Bir insan Allah'ı sevmək iddiasını edə, ama açıq aşkar günah edə. Allah'tan həya etməyə. Bütün qadağa etdiyi şeyləri, Allah'ı qəzəbləndirən işləri görə. Yalan danışırsan, söyürsən, zina edirsən, avır aparırsan, nə bilim, qonşunu narahat edirsən, mümini incidirsən, insanların haqqını tapdalayırsan, hamısını rahatlıqla edir. Onun bunun haqqını qəsb etməklə, yeməklə özü üçün gözəl bir yaşayış qurursan, bu hərəkəti, bu əməli görən insan necə iddia eləyə bilər ki, mən Allah'ı sevirəm. İmam Sadiq əleyhissalam diyor, çox təəccüblüdür bu iddiada olan insanlar mənim üçün. Əgər sənin sevgin həqiqi olsaydı, ona itaət edərdin. Çünkü birini seven şəxs ona itaət eder, Həzrət buyurur. Heç vaxt xəyanət etmez. İnsan görürsünüz, bir insana karşı sevgisi olanda veya məhəbbəti olanda görürsən, her şeyini ona gedib qurban vermə. Hətta borca gedib düşüb ona dəstək olmağa çalışır sevdiği insan. Bir uşağın xəstə olur, xanımın xəstə olur veya bir əzizin xəstə olur. Görürsünüz, elə bir o sevgi səni elə bir hala salır ki, gedib hətta düşmənini ağız açırsan ki, mənə kömək ol, belə deyək, bu xəstəlikdən uşağımı, ailəmi xilas edə bilir. Nəyin nəticəsidir? Sevginin nəticəsidir. O an sevməyən insan bigana qalar, ailə uşağına qarşı xəyanət etmiş ola bilər. Sevən adam onu edə bilməz. Odur. Bir insan da Allah'ı sevirsə, hər şeyini Allah'a qurban etməyə hazır olar. Mən həmişə demişəm, biz məsum imam ola bilmərik. Amma bir sıra şeyler var ki, biz onu etmək qüdrətindəyik, edə bilərik Allah üçün. Bəzən xırda şeyler üçün keçmək bizim üçün çətin olur. Adi şeyler, o nemətləri Allah bizə verib, onu Allah yolunda sərf etməyə çətinlik çəkirik, narahat oluruq. Veya o günaha rahatlıqla etməyə bilərik. Özümüzü o məclisdən uzaq edə bilərik.
o işten uzak edebilirik. Buna qüdrətimiz de çatır ama bir boşluq yaranır. Niye? Çünkü Allah'a layıqlı şekilde sevmirik. Biz ona xəyanət etmiş oluruz imamın sözüne esasen desek. Emirul Müminin Hazreti Ali Aleyhisselam buyurur ki insanların peygamberlere en yakın olanı onların gittiği yola en çok emel eden insanlardır. Peygamber yolu hansı yol olub ki o insanlar daha çok o yolu giderler. Peygamberlere en yakın olan insanlar. Eyniyle bu şeylere imamlara da şamil etmek olar. Peygambere ve imamlara da o sevginin ne kadar olduğunu göstermek veya hadislere dikkat etsek o meyarı seçebiliriz, tayin edebiliriz. Biz Emirul Mu'mininin ne kadar sevirik. Biz İmam Hüseyin'i ne kadar sevirik. Biz İmam Hasan'ı ne kadar sevirik. Ve diğer imamlarımızı ne kadar sevirik. Bunun için mütlak şekilde biz de öz vicdanımızla öz aramızda bir meyar tayin etmeli. Kur'an'da Allah meyar koyur. Bir, peygambere itaat eder. Peygamber Emirul Mu'minini ne kadar seviyor. Ay Müslüman, iddia edersen peygamberi sevirəm. Axı o Emirul Mu'minini ne kadar sevib. O kadar sevib ki benim canımdır Ali deyib. Peygamber İmam Hüseyin'i ne kadar sevib. O imamı ki onun hakkında deyib ki Hüseyin mendendir ve ben de Hüseyin'denim. Biz ne kadar sevirik veya bugün bu meclislere mesxere eden insanlar İmam Hüseyin'i ne kadar sevir, Emirul Mu'minini ne kadar sevir. İmam Sadık Aleyhisselatu Vesselam buyurur, Leyse minna men gâle billisanihi. Bizden değil o kes ki diliyle bizim taraftarımız olduğunu desin. Ve halafena fi a'malina ve atharina. Ama emellerinde bize muhalif olsun. O insan bizden değil. Dilde diyebilir Ali'ni sevirik. Ali büyük kahraman olup. Ali peygamberin kürekeni olup. Ali peygamberin dövüşünde olan en büyük sahabelerinden olup. Peygambere en yakın olan insan olup. Ama sonunda da gel onu Muaviye mel'unla bir ile. Sen bunu dilde değilsen, emelde yokundur bu sevgini beyan edebilmirsen. Sen iddia edirsen dilde İmam Hüseyin peygamberin nevesidir. Peygamberin evladıdır. Peygamber onu o tür sevirdi. Peygamber hatta namazda Hazreti Hüseyin, Hazreti Hasan Allah'ın salamı olsun onlara. Namazda böyle onun üstüne çıkanda secdeni uzadırdı ki onlar narahat olmasınlar. Bunu kabul edirsen, bilirsen. Ama günahlandırırsan ki o gerek Yezid'e karşı muhalif olmayaydı. Gerek halifeye karşı çıkmayaydı. Görürsünüz, dil değil, o ne deyir ha, sevginin sözü, sevgi sözde yani rahattır. İnsan onu dilde ikrar etmeyi rahattır ama onu emelde göstermelidir. Burada insan onu rahatlıkla, öz emeliyle gösterebilir. Sen de onu muhalif terzde. İmam der ki bizden değil o insanlar. Bizi sevenlerden değil. O insanlar ki gelip Hazreti Hüseyin'i Yezid'le bir tutup ve Yezid'e karşı çıktığını ve hatta onu ona göre günahkar çıkarırsan, günahlandırasan bu sevgi hakiki sevgi değil. Bu dilde olan sevgi. Hazret buyurdu ki bizden olan odur ki dili ve kalbi ile bizi təsdiq etsin. Necə danışırsan senin kalbin de onu demelidir. Senin emelin de onu göstermelidir. Bizim yolumuzu izlesin,
görsün Emirul Müminin hansı yolu gedib. Hemen saydığım adamlara da ait değil, tam bize de aittir. Emirul Müminin hansı yolu gedib, hansı izi gedib. Hazret buyurur ki bizim yolumuzu izlesinler, bizim emellerimizle de emel etsinler. Biz nece emel etmişik, onlar da o emeli etsinler. Yine de İmam Sadık Aleyhisselatü Vesselam buyurur. Biz Əlini ve Əhl-i Beytini sevirik diyenlerin sözü seni aldatmasın. Bütün Müslümanlar Emirul Muminini ve İmam Hüseyin ve İmam Hasan'ı, Hanım Zehra'nı Peygamber Əhl-i Beytinden olduğunu kabul edir. Burada hiçbir ihtilaf, bir fark yok. Diğer imamlarda müəyyən fikir ayrılıkları var ama kisa hadisi ki var, o hadisin altına peygamber kimleri salmıştır. Bunun arasında hiçbir Müslümanın arasında ihtilaf yok. Hatta Vehhabisi de bunu kabul ediyor. Labbeyke ya Hüseyin. Odur. Hazreti İmam Sadık Aleyhisselatü Vesselam buyuruyor ki dilde onu diyenlere aldanmayın. Allah'a and olsun ki bizim taraftarlarımız, bizim şiyelerimiz, bizi sevenler yalnız Allah'tan korkan ve ona itaat edenler olacak. Benim əzizlərim, Müslüman idi. Ben bunu dünən elə yazılarda da qeyd eləmişdim. Namazda Hazreti Peygamber ve onun Əhl-i Beytine salavat ve salam deyir. Bütün Müslümanlarda qayda budur ki, namazın sonunda, təşəhhüddə gərək Peyğəmbərə salavat və onun Əhl-i Beytinə salam deyil. Əgər bir insan bunu bilərəkdən deməsə namaz batıdır. Müslümanlar idi. İmam Hüseyin Aleyhisselatü Vesselam bir tərəfdə namaz qılırdı. Dəqiqəsin susuz əhli əyalı əziyyət çəkirdi. Hemen Hüseyin'e bu tərəfdə diyanan, özünü Müslüman adlandıranlar ona salavat ve salam deyirdi. Çünkü o ebanın altında Allahümme haulay əhle beyti Peygamber eba altına saldı. Tətir ayəsi nazil olanda dedi Allah bunlar benim əhl-i beytimdir. Hemen o əhl-i beytə o namazda dedikleri salavat Hazreti Hüseyin'e deyilen salavat idi. Onun salamatçılığı için veya onun müqəddəs bir varlık olduğunu təsdiqləyib salavat diyen şəxslər dilləri ilə Hazreti Hüseyin'e salam deyirdiler, salavat deyirdiler, əlləri ilə Əbu Abdullah Hüseynin başında. Həmən şəxslər idi yol boyu namaz kılarken, çünkü onlar da namaz kılır, Şimir de namaz kılır, Ömer Said de namaz kılır ve diğer Huli de namaz kılırdı ve diğerler de namaz kılır. Hemen şəxslər idi İmam Hüseyin Aleyhisselatü Vesselam'ın başını bir sandığa koyup aparanda geceler yol ettikte otururdular, içki içirdiler ve İmam Hüseyin Aleyhisselatü Vesselam'ın başına karşı itiramsızlık edildiler. Hemen şəxslər idi Peygamber Əhl-i Beytine salavat ve salam diyen, o Peygamber'e salam diyen, o Peygamber'in balasını, kız gelini Şam'ın küçələrində əli qolu zəncirli olmayanın əziyyətini. İmam Səccad Aleyhisselatü Vesselam deyir, zənciri bağlamışdılar qollarımızı, ayaqlarımızı, hamımızı bir zəncirə. Birimiz yıxılanda, mən bunu dəfələrlə demişəm, hamımız sərilirdik, yerə yıxılır. Hemen Peygamberin nəvəsiydi İmam Səccad. Ondan soruşulanda bu müsibətlər oldu Kərbəlada, bu faciələr oldu. Sənin üçün en müsibəti, en ağırı hansıydı? Həzrət 3 dəfə dedi, Şam, Şam, Şam. Neydi? Atasının başını gözünün qabağında kestiler. Olmayanın əziyyətin atasının başsız bedeninin üstüne at çapmağı gören imam demedi o müsibəti, mən bu müsibəti görmüşəm. Ama Şam'da elə ehtiramsızlıklar elədilər, gülürdülər, körpələrə əziyyət edirdilər, kız gəlinlərə ehtiramsızlıq edirdilər.
bunları o Müslümanlar ettiler ki onlar özlerini peygambere itaat eden adlandırır. Bakın benim əzizlərim. Bugün o sevgi iddiası edenlere bu meyarları göstermek lazım. Peygamber sağ kalsaydı Şam'da kız gelinlerin, nevelerin o halda görəndə necə reaksiya vererdi, ne hala kalardı, ne diyerdi Müslümanlara? Peygamber sağ kalsaydı boğazından öptüğü Hüseyin'i başını bedeninden ayrı görseydi ve atların nalın altında bedeni parça parça olduğunu görseydi ne diyerdi Müslümanlara? Siz mi mənə itaat edirsiniz? Hemen insanlardan bugün de var. O insanların davamçılarıdır. Bugün dilde Hazreti Hüseyin'in sevgisinin iddiasını edirlər. Ama bu meclislere dil uzadırlar, məskərə edirlər. Əla lənətullahi, ələl qovməz zalim.